Lənkəranda yol nəqliyyat hadisəsi baş verib, ər və arvad xəsarət alıb. Lənkəranda baş verən qəzada xəsarət alanlar var. Hadisə Yeni Ələt-Astara magistralının 166-cı kilometrliyində Lənkəran rayonunun Girdəni kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan Fiat Doblo markalı minik avtomobilə eyni istiqamətdə hərəkətdə olan 28 yaşlı Xəyyam Balayevin idarə etdiyi Mercedes markalı minik avtomobili ilə toqquşub. Mən yolumda gedirdim. Buradan Haftorniya dönəcəyəm Springsdən. Qardaş arxadan gəlirdi. Fiat Doblo markalı maşın arxadan gəlirdi. Bilməm, indi qurban olma Allah haqqına da girməyək. Yəqin ki, yuxulu idi, nə idisə mənim öz yolumda mənə vurdu. Mənim sürətim elə də yüksək deyildi. 80-90 arası sürürdüm, dönəcəyəm də qabaqdan. Ona görə o mənim öz yolumda mənə vurdu. Orada polisin qaldığı yerdə vurub. Oradan maşını sürüşdürüb aparıb da ora kimi. Orada maşını özüm saxlayıb düşmüşəm. Hələ yaxşı ki, remeni taxmışdım. Yəni remeni taxmasaydım bəlkə də başqa fəsadlar olacaqdı. Qəza nəticəsində Fiat Doblo markalı nəqliyyat vasitəsində olan Astara rayonunun Maşxan kənd sakinləri 45 yaşlı Şölə Novruzova və onun həyat yoldaşı 54 yaşlı İltiqam Novruzov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar. 26 aprel 2025-ci il tarixində saat 10:30 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonunun Girdəni kəndi ərazisindən keçən hissəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində bir nəfər kişi, bir nəfər qadın cinsli şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılara zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri təcili yardım şöbəsində davam etdirilir. Vəziyyətləri kafi olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.